Bu dar boğaz bütün dünyanı bir-birinə vura bilər. Bura Hörmüz boğazıdır. Dünyanın ən mühüm və strateji nöqtələrindən biri. Bəs İran onu bağlasa, dünyanı nə gözləyir? Hər şey Donald Trump'ın İranla nüvə sazişindən çıxmasıyla başladı. Bu qərardan sonra iki ölkə arasında gərginlik sürətlə artdı. Danışıqlar dalana dirənmiş, İsrailin İrana zərbə endirməsi isə bölgədə yeni bir müharibənin qapısını aralamışdı. Qazanan və itirənin hələ bəlli olmadığı bu gərginlikdə İranın əlində bütün dünyanın taleyini dəyişə biləcək bir koz var: Hörmüz boğazı. Hörmüz boğazı Körfəz ölkələrinin neftinin dünyaya açılan yeganə qapısıdır. Dünya neftinin təxminən 1/3, yəni hər gün milyonlarla barel neft bu dar dəhlizdən keçir. Xüsusilə ABŞ və Avropanın enerji təhlükəsizliyi bu boğazdan birbaşa asılıdır. Boğazın bağlanması qlobal neft böhranı deməkdir. Bu, sənayenin iflic olması və benzin qiymətlərinin ağlasığmaz həddə yüksəlməsi ilə nəticələ bilər. Bəs İran həqiqətən bu boğazı bağlaya bilərmi? Tarix göstərir ki, bəli, 1980-ci illərdə İran-İraq müharibəsi zamanı baş verən tanker müharibəsində hər iki tərəf bir-birinin neft ticarətini əngəlləməyə çalışdı. Bu müddətdə 240 neft tankerinə hücum edildi və 55-i batırıldı. Bir sözlə, İranın bu təhdidi sadəcə boş bir hədəf deyil, bu bütün dünyanı xaosa sürükləyə biləcək təhlükəli bir plandı.